Elə ki qaranlıq düşdü, göz görmür. Hər an hər şey ola bilər. Görünmə məhdudiyyəti sıfıra bərabərdir. Piyada yolu keçir, görmürsən. Paytaxtın Sabunçu rayonu Böyükçol gölü üzərində salınmış yeni yoldayıq. Bakının bəzi kəndləri istiqamətində hərəkət edən avtomobillərin ən çox istifadə etdiyi bu yeni yolun bəzi üstünlükləri var. Yeni yol salınandan sonra digər yollarda, digər istiqamətlərdə avtomobillərin sıxlığı azalıb. Amma yeni salınan yolun bir əmması var. O isə sürətli yolda axşam saatlarında işıqlanmanın olmamasıdır ki, bu da tez-tez qəzalara səbəb olur. Çətindir. Yəni piyada yolu keçir, görmürsən. Maneə qabağına çıxır, rastlaşırsan, sonra da başqa bir hadisələr çıxır ortaya. Döngəyə girəndə də o cür maneəni göz görürsən, manevr eləyirsən. O manevrda qəzaya gətirib çıxarda bilir. İşıqlandırma olsun, tablolar olsun, yazılı tablolar olsun. Belə yolla gedirik, hal-hazırda heç bir şey görünmür. Yəni yol görünmə məhdudiyyəti sıfıra bərabərdir. Bir dənə işıq yoxdur, inan Allaha telefon işığı ilə gedirik, zajqalka işığı ilə, ancaq belə bu vəziyyətdə. Yol çəkiləndən sonra burada ümumiyyətlə işıq olubmu? Qətiyyən. Çünki biz baxırıq ki, işığın dirəkləri var. İşığın dirəkləri var, bir ara təzə olan vaxtı yandı, ondan sonra da fisə getdi. İndi belə bir sürətli yoldan qaranlıqda sizin belə keçməyiniz təhlükəlidir hər halda. Təbii ki, təhlükəlidir. Təbii ki. Hər an hər şey ola bilər. Sürətlə gedirlər, keçid o tərəfdə, bir dənə işıq yanmır. Keçidə gedib çıxmaq üçün yorğun arğın gələ gedəsən keçidə çıxırsan, keçidə gör nə qədər aralıdır bizlə. 100-150 metr. Elə şey olur. Heç olmasa keçidi yaxın qoyardılar da. Amma ehtiyatlı olun hər halda, yol keçdiniz. Məcbur idi, nə? Mövcud problemdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də məlumatlıdırlar. Qurumdan Baku TV-yə bildirildi ki, ərazini enerji ilə təmin edən transformator avadanlığında texniki nasazlıq yaranıb. Hazırda müvafiq qurumlar tərəfindən nasazlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür. Bununla əlaqədar olaraq yolun müəyyən hissəsində işıqlandırmada müvəqqəti problemlər müşahidə olunur. Qeyd edək ki, yolun digər hissələrində işıqlandırma normal rejimdə fəaliyyət göstərir, deyə qurum rəsmisi əlavə etdi.